Vaxtınız xeyir, hörmətli xanımlar və canablar. Üzeyir Hacıbəylinin ev muzeyinə xoş gəldiniz. Çıxış üçün söz verilir Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, xalq artisti, bəstəkar Sərdar Fərəcova. Salamlayıram. Müdahi bəstəkarımızın 140 yaşı tamam olur və artıq bu 140 illiyin startı verilmişdir. Artıq neçə görüşlər olur, neçə tədbirlər olur və müzeyimizdə də musiqili görüşlər olur. Və bugün də yeni bir görüşdür. Cahangir adına xorum müzeydə ilk çıxış olur. Görün ki, Cahangir adına bizim üçün yazarlardan biridir. Dahi bəstəkarı Üzeyir Hacıbəylinin sevimli tərbiyələrindən olmuş və Azərbaycanda xor sənətinin inkişafında çox böyük xidmətləri olan bir bəstəkardır. Xor üçün ən gözəl əsərlərin yaradıcısıdır. Və bugün onun adını daşıyan xorun çox istedadlı bir xor meistr, əməkdar müəllim, dazem, görkəmli xor sənətinin peşikarı Təlanə xanım Yusifova bu xorun rəhbərlik edir və muzeydə ilk çıxışlarını edəcək. Və maraqlıdır ki, bu ilk çıxış məhz Üzeyir Meydanı'ndan və onun ilk əsəri Leyli və Məcnun'dan həsil olunur. Leyli Məcnun ərəb əfsanəsi olsa da dahi şairimiz Nizamiyə, dahi şairimiz Füzuliyə və dahi bəstəkarımız Üzeyir Bey'e görə xalis Azərbaycan bir mövzusu olur. Çünki biz Nizamini, Füzulini və Üzeyir Bey'i dinlədikdən artıq dünya böyükdür. Ərəbləri də görür, gəlirlər Qətər günlərində biz ərəblərin də musiqisini, ərəblərin də musiqi mədəniyyətinin şahidi oldu. Görürük ki, doğrudan da Leyli və Məcnun mövzusunda bu Azərbaycan dahiləri bu mövzunun nə qədər ucalığına, yüksəkliyə qaldırmış və Azərbaycanlaşdırmışdır. Və istər Nizaminin, Füzulinin, istər Üzeyir Bey'in əsərində Leyli və Məcnun Azərbaycan əxlaqını daşıyan gənclərdir, Azərbaycan təfəkkürünü daşıyan insanlardır. Ona görə də bütün məsuliyyəti ilə bu əsərliklər sırf Azərbaycan milli əsəri hesab etmək olar. Bir şey Nizami'dən fərqli olaraq Füzuli Leyli və Məcnun'u yazarkən hər hissədən sonra bir qəzəl ilə o hissiyə bir yekun verir. O qəzəl 5-6 beytdən ibarət olsa da sanki bir neçə vərəqlik olan o hekayəyə bir xitam verir. Onun elə bir qısa təsviri olur. Və Üzeyir Hacıbəylinin isə Leyli və Məcnun'unda xorlar elə bir Füzulinin həmin qəzəlin funksiyasını daşıyır. O xorlara qulaq asdıqca sanki onları bir-birinə bağlayanda o dramaturji xət özünü saxlayır. Və o dramaturgiyadan biz hiss edirik ki, dahi bəstəkarımız bütün bu iki gəncin qəlbində, ümumiyyətlə o əfsanə boyuna baş verirsə onları bir xorun elə bir sapı ilə necə inkişaf edilir, hansı məqamdan hansı məqamı getirir. Əgər biz təkcə indi xorları eşidəcəyik, o xorları dinləsək belə görəcək ki, bütün Leyli Məcnun əhvalatı sanki bir daha mozaik edilir, gözümüzün önündə gedəcək. O iki gəncin məhəbbəti də, onları əhatə edən insanların təsiri də, dövrün zamanın hadisələri də bu xorların içində öz əksini tapacaq. Mənə elə gəlir ki, Üzeyir dilində Təlanə xanım çox böyük bir və gözəl bir iş görür.
ağlına gəlməzdi. Ancaq siz görürsünüz, mən bunu necə təhvil o təhlil də heç kimin ağlına gələ bilməz. Və bundan sonra siz buna artıqsınız, biləcəksiniz ki, bu sözü, bu təhlili mən dedim. Füzulinin qəzəlləri və Üzeyir xorları. Neyse, Məralı xanım, bir daha sizləri bəri başdan təşəkkür edirəm. Sizin xorlara, uşaqlara, uğurlara arz edirəm. İndi isə çıxış edən kimin sözü var desin və mən məmnuniyyətlə musiqini dinləmək istəyirəm. Çox sağ olun. Çıxış edirik Beynəlxalq Muğam Mərkəzinin əslində Cahangir adına xor. Xorun bölgə rəhbəri əməkdar müəllim Əraminə Yusifova. Müşahidə edir Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ertuğrul Alpertürk.
Eşki damine giriftar olanı zar olmaya, ne beladır çonaya, öyle giriftar olmaya. Qüdrətim yox ki, qılam kimsəyə şərhi qəmdir. Öyle ki, arizeye hicrinə bimar olmaya. Gördüm o kurşun hüsnü, ihtiyarım kalmadı. Sayete bir yerde bulma, kararım kalmadı, kararım Şükür ki məqsud etdim, şükür ki məqsud etdim. İntizarım qalmadı, qalmadı. Dilizarımda nə kim var bilirsən? bilirəm. Yar, hal dilimsar
Mehzundur ile
Kalbime gittim söyledim, beni deşmeye naz istedim. Menzüle devam verdiler kâr etmedi, menzüle devam verdiler kâr etmedi. Ey dilim bunun derdi ne vaz bir şey ola. Ey dilim bunun derdi ne vaz bir şey ola. Şerveye aparasam eceli göre belke, eceli göre belke, derdinden olamazsam. Ey kılsın kemer olsan, secde kılsın kemer olsan, sevgilimle yahidazen, kılgılan minacat ile bile baş, kılgılan minacat ile bile baş.
Siz Leyli və Məcnun operası əsasında kompozisiyanı dinlədiniz. Əsər Məhəmməd Füzulinin eyni adlı əsərinin motivləri əsasında yazılmışdır. İfa etdilər Leyli Zeynəb Nəcəfova, Məcnun Rəvan Qaçayev, Leylinin atası Orxan Nur, Məcnunun atası Zeynalabdin Kərimov, Tarda Əfqan İskəndərov, səhnə həddi Aydan Tağıyeva, aktyorlar Ayla Əliyeva və Oqtay Kazımov, rəqs Ofeliya Sultanova. İkinci hissəsini də dinlərsiniz. Çox sağ olun. Sənsiz sözləri Nizami Gəncəvinin ifa edir Emil Bağırzadə.
Vətən, sözləri Nizami Gəncəvilindir. İfa edir Nihat Orucov. Gülnaz və Sərvərin dueti. İfa edirlər Fidan Məmmədzadə və Pərvin Səfərov. Gül açır
pam tum pa pam pam tum pa pam pam tum pa pam pam tum pa pam Seni mənə versələr, ay mənim ah mənim ah. Səni mənə versələr, ay mənim ah mənim ah. Hər görənə xoş gələr, ay mənim ah mənim ah. Hər görənə xoş gələr, ay mənim ah mənim ah. Mənim ah, ay mənim ah, mənim ah, ay mənim ah, mənim ah, ay mənim ah, mənim ah. Pencerenin pilleri ey armağan, pencerenin pilleri ey armağan, açarım kızıl gülleri ey armağan, açarım kızıl gülleri ey armağan. Oğlanı yoldan eyler, ay benim ah benim ah. Oğlanı yoldan eyler, ay benim ah benim ah. Kızın şirin dilleri, ay benim ah benim ah. Kızın şirin dilleri, ay benim ah benim ah. Benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah. Benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah. Benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah. Benim ah, ay benim ah, benim ah, ay benim ah, benim ah. Ay benim ah, benim ah. Bak ne güzel, 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 bak
Sevdiğine düşmez dilimden aman yar zalim yar güzel yar gül yar. Aman nene zalim nene yar nene hey yar nene hey yar nene hey yar nene. Ne güzel bak ne güzel bak Bir yaylığım vardı gülü ne güzel bak aman ne nene güzel zalim nene yar nene. ne güzel bak ne güzel bak ne güzel bak Aman ne nene güzel bak zalim ne nene güzel yar bak nene. ne güzel bak ne güzel bak Aman ne nene güzel bak zalim nene yar nene. Bizim küsüme sözüme yalan yar zalim yar güzel yar gül yar. Aman nene zalim nene yar nene hey yar nene hey yar nene hey yar nene. Aman nene zalim nene yar nene hey yar nene hey yar nene hey yar nene. Aman nene zalim nene yar nene hey yar nene hey yar nene hey yar nene. Aman nene zalim nene yar nene hey yar nene hey yar nene hey yar nene. Arşın Mal Alan operettasından Gülçöhrənin Naləsi. İşləyəni Təranə Yusifova. Solo ifa edir Mədinə Mirzəyeva.
Sözləri Əhməd Cavadındır. Sol ifadələr Mədinə Səlimova, Məhəmməd İsmail Əliyev və Elmin İbrahimov. Çırpınırdın Karadeniz, bakıp Türk'ün bayrağına. Çırpınırdın Karadeniz, bakıp Türk'ün bayrağına. Ahırdan bir güzellik, düşebilsem Kafkaslardan aşacağız, Türklüğe şan katacağız. Kafkaslardan aşacağız, Türklüğe şan katacağız. Türk'ün Ey vətən, sözləri Səməd Vurğunundur. Güldü gölde bir
İndi isə çıxış üçün söz verilir sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkçilər mədəniyyət işçisi Səadət Təhmiraz qızıya. Əziz dostlar, mən həqiqətən Üzeyir bəyin musiqisinə o qədər alıda oldum. Bilirsiniz, Ölməz Səməd Şair Müşfiq deyir ki, gözdən yaş çıxan ürək yanmasın. Doğrudan Tərana xanım, eşq olsun sizə. Həqiqətən, əgər bugün biz bu işi yaşada bilməyiksə, nə xoş bizə. Və doğrudan mən təşəkkür edirəm. Sərdar müəllimə çox təşəkkür edirəm ki, bu şəraiti bizdə yaradır. Tərana xanımə sizə çox təşəkkür edirəm. Əlbəttə, biz sənət camiyyəsində dostluq, amma bugün bu dostluq, yalnız dostluq üçün deyil bu yaxşı sözlər. Doğrudan da, mən bu kollektivin hər bir üzrünə ayrı-ayrılıqda minnətdarım, təşəkkür edirəm. Üzeyir bəyin ruhuşadır. Bəli, Üzeyir bəyin ruhuşadır ki, doğrudan da yəni biz bu işi bu gün bax belə sevərək yaşadıq. Möhtərəm prezidentimizə çox təşəkkür edirik. Çox minnətdarım. Həmişə belə dahilərimizin yübüleylərini, yəni onsuz da xalqımız onları bilir, sevir. Amma dövlət tərəfindən bu sərəncamları olanda biz hamımız sanki bir müsəlləh əskər kimi, necə ki, sənətçılığım deyildi ki, müsəlləh əskərəm mən də bugündən. Biz müsəlləh əskər kimi hamımız əlimizdə qələm, duyğularımızla, düşüncələrimizlə, fəaliyyətimizlə çalışırıq ki, o isə biraz da öz töhfəmizi verir. Mən əyləşib düşünürdüm ki, bu konsertin mütləq inşallah mən hesabat verəcəm bizim çox hörmətli dünya şöhrətli sənətkarımız Rəngiz xanım Əlizadəyə. O bugün gələ bilmədi müəyyən səbəblərdən. Amma düşünürəm ki, bu kollektivin bir gözəl konsertin Səkarlar İttifaqında da bir nümayişi mütləqdir. Və bu bugün hazırladığımız bu gözəl proqram geniş auditoriyaya təqdim olunacaq bir proqramdır. Düzdür, bu ev balaca olsa da bu evdə böyük dahi yaşayıb, bu evə gələn hər bir insanın irəli böyükdür. Yəni ona görə mən bilmirəm, bəzən mənə deyirlər ki, siz çıxış edənlər o qədər belə zəncəvari fikirləri bir-birinə bağlayırsınız. Amma bu musiqi o qədər məni özümdən aldı ki, valla bilmirəm, yəni nə demək olar, yalnız yaxşı demək olar, yalnız təşəkkür etmək olar. Əziz bacım, sizə bir vasitə. Dahilərimizi nə qədər sevsək, onların iyisini nə qədər yaşansaq, biz ənənələrimizə nə qədər sadiq olsaq, inanın, Tanrı da bizi sevəcək. Çünki o dahilərin ruhu Tanrıya daim bizim üçün duaçı olacaqdır. Hamınızı sevərək, hamınıza təşəkkür ediyoruz. Bir məlumatlı deyim sizə, deməli, möhtərəm prezidentimizin əmrindən, sərəncamından sonra ilk dəfə olaraq biz Üzeyir bəyin 140 illik yubileyini bizim kollektivimiz keçirdi İncəsənət Muzeyində. Məhz bu musiqiləri təqdim etdik və o ikinci dəfə buradayıq, amma Xalça Muzeyində də Füzuli, Məhəmməd Füzuliyə həsr olunmuş tədbirdə də həmin o kompozisiyanı yox göstərmişdik, amma yenə deyirəm, Bəstəkarlar İttifaqına böyük məmnuniyyətlə gələrik, inşallah gələrik və xüsusən o xoreografik səhnələri təki qoymuşdunuz. Yəni, mən şəxsən bir musiqişünas kimi bilirəm və yəqin siz də təsdiq edəcəksiniz ki, yəni Leyli və Məcnun operasından sırf xorların ilk dəfədir və pantomimdə ilk dəfədir. Çox gözəl, təbrik edirəm. Dinləyənlərə də bizə təşəkkür edirəm. Forumuza təşəkkür edirəm. İnşallah, çəkin çəkdirəcəyik. Çox təşəkkür ederim. Gəldiniz. Tərəna xanım konservatoriyadan. Baxın, yəni əslində çox xoşbəxt insansınız. Sizin belə müəllimə, belə rəhbəriniz, müəlliminiz var. O qədər ürəkdən, o qədər qəlbdən yanışır ki, yəni biz onun sayəsində çox böyük əsərlər öyrənmişik. Çox sağ olun, təşəkkür ederim. Nə xoş mənə ki, mən burada Üzeyir Hacıbəyin üzrində şöbə üzrə vəzifəsində çalışıram və nə xoş mənə ki, siz gəzdiniz mənim dəvətimlə, mənim işlədiğim yerdə belə dahi bəstəkarımız Üzeyir Hacıbəyin üzrində onun bölmə səslərləri təqdim edəcəkdə çox gözəl bir kompozisiya hazır. Mən sizə təşəkkür edirəm və bunun muzeyində
Sayın müəllim, bəli. Gəncə şəkəri, qızlar verirəm, yiraqlar bağlayıb. Al şəkəri. Gülə çək. Amma çəkər. Var, var. Baxaq, 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 baxaq.